Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək iqtisadiyyat, ticarət, energetika, həmçinin regional və qlobal hadisələrə xüsusi diqqət ayırıblar. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu barədə Nazirlikdən məlumat verilib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri 76-cı məhəllədə zəbt edilmiş ərazidə qanunsuz hasarlanma işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədi ilə Nazirliyə müraciət edilib. Müraciətə görə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan hasar sökülüb. Göyçayda yas məclisi zamanı evin eyvanı uçub, 5 nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə dünən baş verib. Belə ki, rayon sakinləri Həşimova Mətanət Ağakərim qızı, Vahidova Kəmalə Həşim qızı, 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, Məmmədova Nazilə Məzahir qızı və Əliyeva Susaxan Suru qızı hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. Bakıda qətl törədilib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində yerləşən Neftçilər Parkında qadın bıçaqlanaraq qətlə yetirilib. Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhrəmova olduğu müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Sevinc Məhrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakiroğlu Məhrəmov saxlanılıb. Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir. Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Mənim administrasiyam ABŞ-nin təxminən 1 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib. Missiya Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib. Biz çoxlu pula qənaət edirik, lakin ordu qurmalıyıq və güclü olmalıyıq. Çünki hazırda ətrafda çoxlu pis qüvvələr var deyə siyasətçi vurğulayıb. Trump qeyd edib ki, onun administrasiyası hərbi üçün indiyə qədər ən böyük büdcəni təsdiq edəcək. Bugündən Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi müəllimlər aprelin 8-dən 14-nədək müvafiq ərizə formasını dolduraraq Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-ünü seçə bilər. Bugün UEFA Çempionlar Liqasında 4-1 final mərhələsinin ilk oyunlarına start veriləcək. Missiya xəbər verir ki, doğma meydanda Arsenal Real Madridi, Bavariya isə Interi qəbul edəcək. Oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və CBC Sport və İctimai Televiziyasında canlı yayımlanacaq. Qeyd edək ki, 4-1 finalın cavab oyunları 15 və 16 aprel tarixlərində keçiriləcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.